İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bugün biz çoxdandır iş axtarışında olanlar üçün danışacağıq və müzakirə edirik ki, iş axtarmağın düzgün yolları, üsulları haradır və ən əsası mən getdikcə daha yaxşı başa düşürəm ki, bu desən yaş anlayışına görə də dəyişə bilir. Məsələn 20 yaşlarda iş axtarmağın üsulları başqaydısa, 40, 35 və ya nə bilim 50, 60-da bu bir qədər fərqlidir. Ona görə hər tərəfli, bütün yaşlara uyğun bu məsələni müzakirə edəcəyik və sizin də mövzu ilə bağlı deyəcək sözünüz, sualınız olsa bizimlə əlaqə saxlaya bilərsiniz. İşinizi asanlaşdırmaq üçün telefon 012 404 11 22. Bugünkü həmsöhbətim isə insan resursları və strateji idarə etmə üzrə ekspert Orxan İsayevdir. Orxan, xoş gəlmisiniz. Necəsiniz? Təşəkkürlər Əmir xanım. Mən də yaxşıyam. Minnətdaram dəvətiniz üçün. Razısınız ki, ümumiyyətlə iş axtarmağın yolları bu yaşa görə mütləq fərqlənməlidir? Ümumiyyətlə düşünürəm ki, ölkədən ölkəyə dəyişə bilər və ümumiyyətlə təbii ki, gənc nəsildə axtarma üsulları fərqlidir. Amma ümumiləşdirsək, ümumiyyətlə hamısında ortaq xüsusiyyət nə ola bilər? Düşünürəm ki, şəbəkələşmə. Yəni networking hamısında ortaq xüsusiyyətlərdir. Amma doğru, təbii ki, mənim yaşlı nəslinin hər hansı bir iş axtardığı zaman istifadə etdiyi alətlər fərqli ola bilər. Gənc nəsildə başqadır, orta səviyyədə başqadır. Onda düzgün şəbəkələşmə, bax siz HR-ların gözündə bu necə olmalıdır ki, biz oradan həm də faydalana bilək? Ümumiyyətlə şəbəkələşmə çox önəmli amildir. Mən deyərdim ki, bir çox şirkətlərdə hər hansı namizədi biz cəlb etmək istəyiriksə müəssisəmizə, biz onu yaxşı tanımalıyıq. Yəni həmin şəxs etibarlı olmalıdır və s. Ona görə də çox zaman hətta baxsaz ki, özəl müəssisə olsun, dövlət müəssisəsi fərqləmir. Həmin namizəd müəssisəyə çox zaman əlaqələrlə həmin şəxs etibarlı bir şəxsə kimizə tövsiyə edirlər, referans verirlər, o şəkildə işə götürülür. Baxmayaraq ki, daha savadlı əmək bazarında kadrlar var. Buna baxmayaraq daha çox o şəbəkələşmə, tanınma, bilinmə önəmlidir. Və məsələn bu bəzilərinə belə sizi kimi normal gəlir, düşünürsünüz ki, belə də olmalı. Bəzilərini isə qıcıqlandırır da. Yəni onların gözündə bu tanışlıqla iş tapmaqdır. Kimin tanışı varsa o yaxşı iş tapır, amma daha savadlısı qıraqda qalır. Əslində sualınız gözəldir, yəni qeydiniz gözəldir. Mən belə deyim. Əslində biz baxsaq hətta böyük ölkələrdə hər hansı bir deyək ki, baş nazir və s. seçildiyi halda belə komandasını qurur. Bu adi məsələn İngiltərədə belə bu şəkildədir. Bu baxımdan gəlir çox əhəmiyyətli vəzifələrdən söhbət gedirsə, hər hansı funksional rəhbərlər, departament rəhbərləri və s. bu zaman həmin şəxs istəyir ki, konkret olaraq müəssisə ondan böyük bir nəticə əldə etməsini istəyirsə, o komandasını özü qursun. Təbii ki, mövcud komandanı da inkişaf etdirə bilirsə, onları inkişaf etdirsin. Bu baxımından mən belə deyərdim. Yəni o demək deyil ki, mütləq onun dediyi cəlb olmalıdır. Əgər savadlı kadrlar varsa, yəni əmək bazarında, onlarla müsahibə olunursa və onlar həqiqətən uyğundursa, onlar cəlb oluna bilər. Bu baxımdan bu istənilən ölkədə belədir. Yəni bu istəyir inkişaf etmiş ölkə olsun və ya etməkdə olan olsun. Hətta bu layihə işlərində xüsusilə önəmli olur. Bəzən layihə meneceri deyir ki, misal üçün məndən bir nəticə əldə etmək istəyirsinizsə, mən öz komandamı qurmalıyam. Bu baxımından ümumiyyətlə insan resursları prizmasına baxsaq, insan resursları yəni HR olaraq biz nəzərə almalıyıq ki, həmin şəxs qoyulan tələblərə cavab vermir, onu yoxlamaqdır. Amma ümumi olaraq yanaşma buna ibarət ki, bir çox şirkətlərdə həmin layihə meneceri və ya departament rəhbəri həqiqətən kimlərlə işləmək istəyir, onları cəlbinə maraqlı olur, amma HR yoxdur ki, doğrudan da bu tələblərə cavab vermir. Yəni insan resursları sadəcə burada iştirakçı yox, prosesə nəzarət etməlidir. Prosesə rəhbərlik etməlidir ki, həmin müəssisə doğrudan da qoyulan tələblərə uyğun şəxsləri işə götürür. Məsələn, deyir sizə hərə öz komandasını qurmaq istəyir. Mən də bunu əslində normal qarşılayıram. Sadəcə orada belə bir məsələ var ki, məsələn, həmin insanlar o öz tanıdıqları adamları seçəndə, yaxşı peşəkar, öz tanıdıqlarından peşəkarları seçəndə, sizcə onlara daha çox etibar etdiyinə görə seçim edir, yoxsa baxır ki, kimi daha yaxşı idarə edə bilər? Yaxşı sualdır. Ümumiyyətlə bir dənə haşiyə də çıxım əvvəlki sualınıza uyğun olaraq. Real baxsaq, yəni hər bir müəssisədə hər vəzifə üçün belə deyək, rəhbərlər demirlər ki, illa bizim istədiyimiz adamlar olsun. Çünki tanımaya bilərlər, fəhlə axtara bilər və s. Bunu sadəcə bir haşiyə olaraq qeyd edirəm. Sualınıza gəldiyimiz zaman isə ümumiyyətlə hallar çoxdur. Dediyiniz kimi, ola bilsin ki, bir rəhbərdir, deyir ki, filan şəxs sakit adamdır, nə deyəcəm, ona eləyəcək və s. və axır, itaətkar biridir, hər hansı mənə qarşı gəlməyəcək, hətta mənim qədər savadlı deyil, yəni bu vəzifəyə
gözü olmaz və s. Bu Təhlükə amilə görə yoxdur. təhlükə yoxdur. Bu amilə görə onları cəlb edir. Yəni belə şəxslər çox olur. Çox zaman həmin şəxslərin o özünə inanmayan, self confidence aşağı olduğuna görə onlar deyir ki, elə bir şəxsləri cəlb edim ki, onlar da özünə güvəni aşağı olsun. Nə iş tapşıram eləsinlər, uzun müddət bu vəzifədə qalsınlar və mənə belə deyək, mənə sadiq olsunlar. Yəni bu tərəfi var. Baxsa. Amma ikinci məqam da ola bilsin ki, yox. Adam deyə bilər ki, hə, mənə ancaq etibarı yox, həm də öz üzərində işləyən dinamik bir mühitdir. Həmin şəxs gələcəkdə mənim yerimə də gələ bilər. Mən bir yuxarı vəzifəyə qalxacamsa, özümün yerinə bir ardıcıl davamçı, yəni misal successor deyilə, bir davamçı buraxım gedim. Həmin şəxs bu funksiyanı, yəni bu şöbənin, bu departament işini üçün yuxarı səviyyədə həyata keçirsin. Rəhbəri desin ki, hə, sən getdin, elə özün kimi bir nəfəri qoyub getdin. Bəs iş tap sonra çıxarsan, bu ifadə özün nə qədər doğruldur, nə qədər buna riayət etmək lazımdır? Xüsusən də məsələn indi müzakirələr gedir ki, iqtisadi vəziyyət bir qədər çətindir, iqtisadi böhranlar və s. Ona görə doğrudan da mı işdən çıxmamışdan qabaq mütləq iş tapmaq lazımdır ya yox? Qısa reklam fasiləsindən sonra. Reklamlar. İctimai Radio 90 FM. Cəmi 20.000 manat ilkin ödənişlə mənzil, Şərifzadədə premium mənziliniz Avant Nova'dan. Cəmi 20.000 manatdan başlayan ilkin ödənişlə Whitebox studiya mənzillərə sahib olun. Avant Nova, yeniliklərlə dolu gələcək. Əlaqə Ulduz 0241. İctimai Radio 90 FM. İş dünyası ilə bağlı aktual söhbətlər, faydalı məsləhətlər, maraqlı qonaqlarla müzakirələr İctimai Radioda. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. İnsan resursları və strateji idarəetmə üzrə ekspert Orxan İsayev studiyamızdadır. Biz onunla birlikdə iş axtarmağın düzgün yolları haqqında danışırıq və orada qalmışdıq ki, bəlkə də oradan da hər şey oradan başlayır ki, iş tapmaq lazımdır, sonra çıxmaq. Ümumiyyətlə bu geniş sualdır. Əgər bir şəxs ki, əmək bazarında arzu olunan, hamının axtardığı bir kadr deyilsə, təbii ki, həmin şəxsi daha çox rasional yanaşmalıdır ki, mən bir müəssisədə işləyirəm, lazım əmək haqqım var, mənim bir gözləntilərimi qarşılayıram, mənim bir öhdəliyi icra edirəm. Yaxşı olar ki, mən başqa bir müəssisədə iş təklifi alım, ondan sonra çıxım. Bu iki məqamda nəzərə alına bilər. Birinci o mənada ki, həmin şəxs işdən çıxandan sonra birdən iş tapa bilməyə bilər və ona acil psixoloji stres ola bilər. Bu birinci məqam. İkinci, işdən çıxıb iş axtarsa, əvvəlki, yəni müraciət etdiyi müəssisələr deyə bilər ki, bu adam məsəl üçün işdən çıxıb, amma yəni problem baş verib deyə çıxıb güman ki, yoxsa paralel işləyə axtarardı. Bu nəzərə alına bilər. Təbii ki, üçüncü məqam da olur ki, bəzən işçi nəyə görə işdən çıxır, həmin mühitdən yorulur və düşünür ki, yox, buranı işləməm mümkün deyil. Hətta iş tapmasam belə bir 4 ay, 5 ay özümü inkişaf etdirə bilərəm. Mənim bir təlimə gedə bilərəm, istirahət edə bilərəm hətta və s. O baxımdan o qərarı verir. Ona görə buna belə birbaşa cavab vermək olmur. Elə şəxslər də var ki, onlar yüksək kalibrdən, yüksək istedad sahibi olan şəxslərdir. Həmin şəxslər deyir ki, mən olsa işdən çıxsam belə, misal üçün mənim üçün digər hansı müəssisələr mənim üzərimdə mübarizə aparacaqlar. Hətta əvvəl də təcrübəsi nəzərə alır ki, mən bu şirkətdə işləyə belə 10-15 şirkətdən iş təklifi almışam. Mənə LinkedIn-dən məsələn mənə müraciət edir sosial şəbəkədən. Bu baxımdan çıxsam belə mənim üçün bir narahatlıq olmayacaq. Amma ümumən belə götürək. İki məqam var. Əgər həmin şəxs işləyə ümumiyyətlə başqa şirkətdə iş təklifi aldığı zaman daha yuxarı əmək haqqı ilə getmə imkanları var. Bir. Və elə şirkətlər var deyir ki, mən bu şirkətdən işdən əslində çıxmaq istəyirəm, amma öz dəyərimi də bu şirkətə çatdırmaq istəyirəm. Mən deyim ki, başqa şirkətdən iş təklifi almışam və bəzən öz əmək haqqlarımı bu şəkildə qaldıra bilər mövcud şirkətdə. Yəni demək istəyən məqam odur ki, təbii ki, yaxşı olar ki, ümumi olaraq ümumiləşdirsə, adam yəni işlədiyi müəssisədə əgər böyük bir problemlər yoxdursa, ciddi bir stres yoxdursa, məncə iş tapsın, ondan sonra çıxsın. Bəs HR-ların gözündə necədir? Məsələn, biz bir yerdə çalışa başqa bir şirkətə CV atmısan, sonra da görüşə gedirsiniz. Onlar yəni siz deyirsiniz ki, bunu daha yüksək dəyərləndirdi, nəinki işsizsən. Yoxsa yəni ümumən desək, bəli, düşünün ki, bir şəxs işdən ayrılıb, həmin şəxs 3 ay, 4 aydır işsizdir. İnsan resursları əməkdaşı ilkin təəssürat yarada bilər ki, bu adam savadlı kadr olsaydı, başqa şirkətlərdə ilkin təəssürat buna ibarət. Başqa şirkət artıq onu işə götürərdi. niyə elə düşünürlər ki? Çünki təəssürat buna ibarətdir ki, bu şəxs məsələn müəyyən bir şirkətdə 2 il işləyib, 1 il işləyib, işdən çıxıbsa, deməli bu yaxşı işçi olmayıb ki və bundan sonra digər müsahibələrə gedib uğurlu olmayıb ki,
ilkin təsir onu formalaşdırır, yəni insan rəsm əməkdaşlarında ki, bu həmin şirkətdə işə düzələ bilməyib. Təbii burada amillər çoxdur. Elə şəxs var deyir ki, ailə məsələsi olub, işdən çıxıb, yəni detallar burada var. Yəni bunu kökünə endiyimiz zaman müsahibələrdə sual verir ki, məsələn siz 6 ayda işləmisiniz, səbəb nədir? Adam deyir ki, mənim öz biznesim var əslində. Məsələn mən fərdi sahibkarlıqla məşğulam və ya məsəl üçün mən bir şirkət təsis etmişəm, həyat yoldaşım orada rəhbərdir. Mən də mənim dəstək işləri görürəm. Mənim üçün iş o qədər önəmli deyil. Və adam deyir ki, mənim ailə problemlərim vardı, mənim məsələlər vardı, onun həlli ilə bağlı çalışırdım. Və amillər çoxdur. Deyir ki, məsələn mən xaricdə işləmək istirdim. Bu baxımdan düşündüm ki, biraz özümü inkişaf etdirim, beynəlxalq sertifikatları alım, ona görə amma ilkin təəssürat, yəni biz CV-yə baxdığımız halda ilkin təəssürat bunu doğura bilər ki, hə bu şəxs nəyəcə işdən çıxıb və o CV-də də məqam budur. Axırıncı şirkətdə nə qədər müddət işləyib? 1 il işləyib, 2 il işləyib, 6 ay işləyib. Bu məqamlar önəmli olur. Nə fərq olur məsələn 2 illə 6 ayın? Çox zaman belə deyək, insan rəsm əməkdaşı düşünür ki, bir şəxs tez-tez iş yeri dəyişirsə, ilkin təəssürat deyirəm, bu şəxs güman ki, uğurlu olmur. Yəni adaptasiya ola bilmir, uyğunlaşa bilmir, şirkət tələblərinə cavab verə bilmir. Bizim şirkətdə işə götürülmüş halda bu tez çıxacaqsa mən təzədən bir də işçi axtarmış olacağam. O təəssüratı doğura bilər. Amma yenə deyirəm, baxır həmin şəxsdə baxa bilər ki, namizədə çağıra bilər müsahibəyə, görə bilər yox, həmin şəxs əvvəlki iş yerində müəyyən bir amilə görə narazı olub. Sonra şirkət müəyyən bir vəd verib ki, mən inkişaf edəcəksən, karyera yüksəlişin olacaq, əmək haqqın artacaq və s. və axır. Həmin şəxslər də işdən narazı. Ona görə ümumiləşdirsə, yenə də tövsiyə olunan hal budur ki, insan rəsm əməkdaşlığı məsələni səhv anlanmaması üçün və bu detallarda mübarizə aparmaması ki, doğrudan da səbəb nədir? Bayaq qeyd etdiyim kimi, yəni əsas hallarda işçi böyük bir problem olmayıbsa, elə qala iş axtarırsın. İndi siz işə götürən şirkətin HR-ı kimi bayaqdan düşünürdünüz də, düzdür? İndi həmin əməkdaşın çalışdığı şirkətin HR-ı kimi, meneceri kimi düşünün. Yəni hər dəfə o harasa iş görüşünə gedir, sizlə salamlar. Adam utanar biraz, müdirinə də deyə bilmirsən ki, hər dəfə mən də iş görüşünə gedirəm və nahar fasiləsi adı ilə çıxırsan, amma bilinmir də, yəni. Və ya onun internetindən istifadə edib başqa yerə CV göndərirsən. Bütün bunlar da var axı. Yəni sual gözəl sualdır. Mən belə qeyd edeyim. Bu baxır şirkətin korporativ mədəniyyətindən. Əgər insan resursları müdiri olaraq mən baxsam ki, bizim şirkətdə inkişaf imkanları o qədər yoxdur. Həmin əməkdaş özünü çox reallaşdıra bilmir. Bizim şirkət üçün overqualified, yəni kvalifikasiyasından yuxarı bir şəxsdir və həmin şəxs də burada uzun müddət, yəni qısa zamanda karyera yüksəlişi olmayacaq. Mən misal üçün şəxsən deyərdim ki, okey, yəni əvəz olmaz kadr yoxdur o mənada ki, biz başqa bir şəxs cəlb edə bilərik. O da burada xoşbəxt deyil belə deyə. Şəxsən mən öz adıma deyim, məsələn mən o imkanı verərdim. Çünki mən qorxmazdım ki, həmin şəxs nədir, getdiyi halda biz ondan çox asılı qalacağıq. Amma düşünün ki, əksi var. HR şöbəsinin müdürüsüz və müəyyən bir namizəd, yəni işlər var ki, siz onlardan asılısınız, hətta bəzən onlardan az bilirsiniz. Onda həmin şəxs maraqlı olur ki, təbii ki, nədir, onu saxlasın, həmin işçi saxlasın və təbii ki, istəməz ki, o işçi deməz ki, get özün iş axtar, yəni ki, daha yaxşı şəraitdir. Yox, amma sadəcə həmin işçi artıq sizin gözünüzdən düşəcək, ona etibar etməyəcəksiniz, vəzifə təklif et. Yəni itirilmiş sayılacaq da o. Azərbaycan reallığında 90% belədir, razıyam. 90% hallarda budur ki, HR və mən rəhbər şəxs deyir ki, bu necə işdən çıxır, yəni mənə bizi bəyənməyib gedir, amma yəni, baxar necə baxır, yəni sağlam fikir varsa insanda ki, bu bizim şirkətdə çalışır, okey, yəni istinalı burada xoşbəxt deyil, bunu çatdırır bizə, biz də karyera yüksəliş baxımından, əmək haqqı baxımından rəhbərinə danışmışıq, həmin şəxs də yəni buna razı deyil. Bu baxımdan biz onu burada durub yüksək fəaliyyət nümayiş etdirməsini təmin edə bilməyəcəyik, yəni yaxşı çalışa bilməyəcəyik, bunu saxlaya bilməlidir, reallıq budur, yəni adam burada xoşbəxt deyil. Mən şəxsən öz adıma deyirəm, yəni mən o cür baxıram, amma 90% hallarda təbii ki, onu bəzən belə yanaşırlar ki, sən necə bizi tərk edə bilərsən, yəni biraz daha şəxsi yanaşırlar məsələyə, amma peşəkar yanaşmırlar ki, bu adam savadlı kadrdır, biz ona lazım olan gözləntilərini qarşılaya bilmirik. Bu baxımdan həmin şəxsin başqa şirkətlərə getməyə müsahibə normal bir haldır. Hətta mən elə halları tanıyıram. Elə şəxslər olub ki, misal üçün bizə müsahibəyə gəldiyi zaman bildirib ki, mən misal üçün şöbəm ilə danışmışam, demişəm ki, mən həftədə bir dəfə gedəcəm müəyyən bir vakansiyadan bağlı yəni müsahibələrdə iştirak edəcəm və onun məsələn rəhbər deyib ki, okey, yəni, biz sənə başqa şey vəd edə bilmirik onsuz da burada. Yəni bu artıq sənə buraxılıb. İstəsən başqa şirkətlərə müsahibə üçün gedə bilərsən. Bu yəqin ki, daha düzgün münasibətlərdir, amma hər yerdə də hər işçi rahat gedib rəhbərinə deyə bilirmi ki, icazə verin 1 saatlıq iş müsahibəsinə gedirəm? Bayaq qeyd etdik 90% və 95% hallarda təbii ki, bu uğurlu olmur. Ona görə də müəyyən bəhanələrlə təbii ki, həmin şəxs eləyir, müsahibələrə gedir və rəhbərliyi bildirmir. Yəni ola bilsin ki, sırf nar fasiləsini ayırır ona və məsələn mən elə halları görmüşəm, yəni ki, namizəd seçimi zamanı deyir ki, mən misal üçün rəhbərliyi bilmir ki, müsahibəyə gəlmişəm də, sırf yəni yemək fasiləsindədir. Ona görə zəhmət olmasa, məsələn müsahibəmiz 40 dəqiqədən çox olmasın.
yaxın bir yerdə yerləşirdi bizim həmin şirkət, yəni onun çalışdığı şirkət. Ona görə də o dediyiniz kimi o hal olmurdu. Burada biraz da genişləndirə bilərəm. Əslində hansı hallarda oldu? Ola bilsin ki, əmək müqaviləsi müddəti bitəcək və ona bildiriblər ki, artıq biz sənə davam eləmək istəmirik. O da ki, okey, onda mən də icazə versəniz, yaxşı ki, bunu mənə bildirdiniz. Mən də iş axtarım. Və ya layihə bitə bilər. Layihə müddəti məsələn 1 illik, 2 illik layihədir. Bitəndən sonra artıq həmin şəxs başqa şirkətdə onsuz da işləmək üçün iş axtaracaq. Ona görə bu şirkət davam eləməyəcək. Bu öncədən bəlli olduğuna görə bu hallarda problem olmur. Yəni onu şəxsi qəbul etmək lazım deyil ki, sən bizi niyə bəyənməmisən? Biz əgər onun gözləntisini qarşılamırıqsa, onu motivasiya edə bilmiriksə, bu təbii halda ki, həmin şəxs ayrılacaq. Bu cür əslində təbii hal olmalıdır, amma bizdə insanlar yenə də rəhbər şəxsə bəzi şəxsi qəbul edirlər ki, sən necə çıxa bilərsən? Ya da məsələn çıxmamışdan əvvəl özə yerinə bir adamı öyrət, ondan sonra çıx. Belə hallar olur, yəni reallıqda. O asılılıqla bağlı bir amildir. Sizin fikrinizcə, ümumiyyətlə adam o ilk iş yerini tapmaq, yəni bu adətən 20-li yaşlara təsadüf edir. 20-li yaşlarda ilk işini tapmaq mı daha çətindir hal-hazırda, yoxsa artıq kifayət qədər təcrübən var, hardasa rəhbər vəzifələrdə olmusan, indi sıfırdan yeni iş axtarırsan? Gözəl sualdır. Mən hər birinin özünün çətinliyi var. Təbii ki, insan gəncdirsə, əgər onun gözləntiləri vardır, yəni onun özünün formalaşdığı bir dəyərləri var, gözləntiləri var. O dəyərlərə, o gözləntiyə uyğun bir şirkət tapmağı bəzən çətin ola bilər. Özü indiki nəsildə ümumiyyətlə daha çətin olar. Yəni bu nəsildən nəslə dəyişən bir məqamdır ümumiyyətlə. Yəni indi alfa nəslində və s. bu daha da ümumiyyətlə çətin olacaq təbii ki. Mən belə qeyd edərəm ki, təbii ki, çox şirkətlərdə sırf təcrübəçi və ya kiçik mütəxəssis ştatları olmur. Yəni mən deyək ki, hər hansı bir universitet bitirmişəm, ali təhsilim var və çox müəssisələr, kiçik müəssisələr, orta ölçü müəssisə olduğuna görə sırf yəni kiçik mütəxəssis axtarmır, mütəxəssis axtarır. Yəni bu sahənin təcrübəsi olan şəxsləri axtardığına görə mən çətinlik çəkə bilərəm. Amma böyük müəssisələrdə hansı ki, onlarda təcrübə proqramları olur yay dövründə və ya kiçik mütəxəssis ştatları olur ki, müəssisə böyükdür və ya holdingdir və ya holdinq tabe olan müəssisələrdir. Bu hallarda təbii ki, iş tapmaq daha belə deyək də müqayisədə asan olmasa da daha əlçatan olur. Və o ki, qaldı bir şəxsin təcrübəsi çoxdursa, yaş amili önəmlidir. Bir də vəzifə amili önəmlidir. Misal üçün, ola bilsin şirkət deyə bilər ki, mənə 20-30 yaşlarında gənc adam lazımdır, dinamik adam lazımdır, hədəfləri olsun, o istiqamətdə çalışsın, öyrənmə mədəniyyəti yuxarı olsun, adaptasiya ola bilsin və s. Mənə belə bir şəxs lazımdır. Onda həmin şəxs məsələn yaşı çoxdursa, ona çətinlik yarada bilər. İkinci amil həmin şəxs rəhbər vəzifədə durursa, təbii rəhbər vəzifələrdə şirkətlərdə çox vakansiya olmur axı. Yəni mütəxəssis daha çox olur. Çünki bir rəhbərin tabeliyində 2, 3, 4, 5, yəni qeyri-rəhbər vəzifələr olduğuna görə bu istənilən halda həmin şəxsə çətinlik yaradır. Çünki rəhbər vəzifələr çox olmayacaq. Və digər məqam nədən ibarətdir? Yaş məsələsi ki, elə şirkət də var deyə bilər ki, misal üçün də biz bu da ola bilər. Biz ekspertlər axtarırıq, hansı ki, kifayət qədər yüksək yaşı sahibidir. Bəzən dövlət qurumlarında ola bilər, özəl müəssisə ola bilər, bizə məsləhət versin, çox dərin təcrübəsi olsun. Onlar üçün də bu uyğun ola bilər. Amma ümumiləşdirsək, təbii yaş artdıqca, getdikcə əmək bazarına həmin şəxs çəkilməyə doğru gedir. Yəni bir şəxsin yaşı deyək ki, misal üçün 50 yaşından yuxarı olduğu zaman onun iş tapmağı daha çətin olur. Birinci o texnologiya ilə ayaqlaşması daha çətin ola bilər. Eyni zamanda həmin şəxsin kollektivə uyğunlaşması. Çünki biz belə götürək də, bizim misal üçün öz ailəmiz, yəni atalarımızla bizim ailəcədə nəsil nə qədər fərqlər var. Uyğunlaşmadır, idarə etmə üslubudur. Bu özü bir çətinlik yaradır. Bu baxımdan deyərdim ki, təbii ki, daha da aktiv dövr, deyərdim ki, misal 20-35 yaşlarındadır ki, həmin şəxslər təbii ki, iş tapma imkanları daha asan olar. Bu prosesi siz necə məsələn görürsüz? Ardıcıl olaraq deyək ki, kimsə neçə müddətdə artıq işdən çıxıb, fərqi o yoxdur da. Nədən başlamalıdır, necə etməlidir ki, iş tapa bilsin? Əgər bir şəxs işdən ayrılıbsa deyirsiniz və hal-hazırda işləmirsə, nə edə bilər ki, işdən iş tapsın? Təbii ki, ümumiyyətlə belə məsələ yanaşaq. Bu vəzifədən vəzifəyə dəyişə bilər. Götürək ki, bu şəxs fəhlədirsə, biraz daha çətin misal verək. Fəhlə kateqoriyasını tutursa, mən anlamalıyam ki, mən fəhləyəmsə, okey, mənim istiqamətimdə hansı müəssisələr var? Misal üçün ki, istehsalatla bağlı müəssisələr var. Okay. Həmin istehsalat bağlı müəssisələr mən gedib, misal üçün, elə şirkətlər var ki, onların qutuları çöldə olur. Misal verim, yəni ən sadə misal verim. Mən heç nə yaza bilmirəm. Düşünün ki, o bacarığım da yoxdur. Mənim qutuları ata bilər. Və həmin şirkətlərin o hallar olur, az da olsa olur. Hətta əvvəllər yalnız fəhlə kateqoriyası mütəxəssis rəhbər heyəti üçün də olurdu. Bu əvvəllər daha məşhur. Amma indiki sosial şəbəkə imkanları artdığına görə bu biraz daha azalıb. Yəni bu artıq reallığa bağlıdır belə deyək. Bu baxımdan mən axtarıram ki, hansı istihsalat müəssisələri, hansı bizim istiqamətli olan müəssisələr var. Onların HR-ını tapa bilərəm. Ya LinkedIn-dən, əgər mən təbii ki, fəhlə olaraq belə deyək, LinkedIn sosial şəbəkədən istifadə edə bilərəmsə, ola bilər bu. Üçüncü məqam ola bilsin ki, mənim tanışlarım var ki, həmin şirkətlərdə işləyə bilər.
əhatəmdə olan müəyyən şəxslər var ki, onlar müəssisələrdə mütəxəssis, mühəndis, fərqən müəyyən vəzifəni tutur. Mən onlara çıxa bilərəm. Bu baxımdan bu fəhlə kateqoriyasına bağlı qısa misal idi deyək. Daha geniş də baxa bilərsiniz. Ola bilsin ki, market işləyən bir şəxs olacaqsa, marketin özünün müəyyən bir kampaniyaları olur, müəyyən bir günləri olur, işə qəbul günləri olur. Gəlib birbaşa müraciət edə bilər. Yəni bu artıq detallardır belə deyək. Amma sırf məsələn mütəxəssis heyətindəyəmsə, mən işdən çıxmışamsa, təbii ki, birinci məqam yenə vuruluram. Çox şəbəkələşmə, networking yəni. Bu həmişə budur. Bu ən əhəmiyyətli, bu xaricdə də belədir ki, ən birinci dərəcə önəmli amil şəbəkələşmədir. Ona görə bu bir. İkinci də mən sosial şəbəkədə əgər aktiv olsam, tanınıramsa, bilinirəmsə, təbii ki, mənim iş tapma imkanlarım kifayət qədər daha asan olacaq. Çünki artıq məni tanıyırlar, bilirlər. Ona görə məncə ümumiyyətlə hər bir şəxs çalışmalıdır ki, əmək bazarında tanınan bir şəxs olsun ki, onun iş tapma imkanları artsın. Əgər bu aşağıdırsa, Yəni öz sahəsi üzrə. Bəli, təbii ki. Bunun üçün deyən ki, LinkedIn-i yaxşı istifadə etməlidir. Bəli, doğru. LinkedIn-dən yəni kifayət qədər tanınmalıdır. Ən az müəyyən paylaşımlar ola bilər, məqalələr ola bilər və ya o sahə üzrə şəxsləri tanıyırsa, onlarla ünsiyyəti çox ola bilər ki, həmin şirkət əməkdaşlar, mütəxəssislər, ekspertlər müəyyən şirkətlərə getdiyi zaman onu da cəlb eləyə bilsin. Amma elə insanlar da var ki, elə ekspertlər, onlar heç yanda yoxdular, yəni sosial mediada falan çox aktiv deyillər. Heç çıxışlar da etmirlər, məsələn, forumlar falan bu sahələrdə çox görünmürlər, amma öz sahələrində kifayət qədər məşhurdular. Məsələn, o sahənin adı çəkiləndə ilk yada düşən insanlardan, düzdür, bu getdikcə azalır belə insanlar, amma yenə də onlar olurlar. Sizcə onlar bəs nəyi düz ediblər ki, onlar belə tanınırlar, inanırlar onlara? Gözəl sualdır. Mən düşünürəm ki, ola bilsin həmin şəxslər əvvəlki şirkətlərində kifayət qədər yaxşı bir nəticə ortaya qoyublar ki, həmin şəxslərin bu nəticəsi, belə də yüksək bir fəaliyyət nümayiş etdirməsi digər şəxslərə də ötürülür. Mən misal üçün bunu misal verə bilərəm ki, mən xatırlayıram ki, 20 yaşlarında olanda bir şəxs vardı. Sırf istehsalat üzrə çox məşhur şəxs idi mənə görə. Amma forumda yox idi, konfranslarda yox idi. Bir mebel sektorunda olan bir şirkətdə işləyən şəxs idi. Həmin şəxs nədir? Kimlərə ki artıq toxunuş eləyib, yəni həmin onunla işləyən şəxslərlə ünsiyyətdə olub, o şirkət üçün yeniliklər eləyibsə və s. həmin yeniliklər əsasında da onu xatırlayırdılar, ekspert kimi qəbul edirdilər. Həmin şəxs xaricdə müəyyən bir beynəlxalq sertifikatlar almışdı, xaricdə təhsil almışdı və bundan yanaşı həmin şəxs paraleldə müəyyən şirkətlərə konsultasiya xidmətləri verə-verə, yəni tanınmaya bilər, amma konsultasiya xidmətləri verə-verə özünü tanıtdırmışdı bu şəkildə və həmin şəxslər qeyd etdiyiniz kimi hər hansı bir sosial mediada aktiv deyildilər, hər hansı bir konfrans, forum təşkil eləmirdilər. İstənilən halda belə bir məqam var ki, onlar eyni qədər tanınmayacaqlar. Çünki sosial şəbəkədə biz bir insanı görürük, hər hansı bir tədbir təşkil edə bilər. Dediniz ki, ola bilsin ki, çox savadlı da olmaya bilər. Amma onun deyək ki, PR tərəfi güclüdür. Digər şəxslər var ki, onlar başına aşağı salıb iş görürlər, çalışırlar və həmin şəxslər deyirlər ki, yəni mən onsuz bu sahəni yaxşı bilirəm, mən ehtiyac duymur. Buna baxmayaraq real baxsaq, mən düşünürəm ki, hər ikisi eyni zamanda olmalıdır. Həm şəxs öz sahəsinin eksperti olduğunu olmalıdır və eyni zamanda tanınmalıdır ki, onun da iş imkanları yaxşı ola bilsin, hətta başqa bu fürsətləri gətirib çıxarda bilər. İstər bu özəl sektordan bağlı, istər dövlət sektorundan bağlı olsun. Yəni bu başqa imkanları aça bilər. Yəni mən ümumi məlumat demək istəyirəm budur ki, desəz ki, falan sahədə kimi tanıyırsınız, hamı, yəni bir 10.000 nəfər uzağa deyəcək ki, falan tədbirdir, mən getmişdim, falan şəxsi tanıyıram. Amma falan şəxsi tanıyırsınızmı? Halbuki onun təsir dairəsi çox olmayıb. Yəni çünki şirkət sahə az olub və s. Amma adam güclü ekspertdir. Onunla işləyən yoldaşlar onu tərifləyə bilər. Həmin kimlər ki tərifləyirsə, onlar tanınan şəxslərdirsə, onlar da çox adama tərifləyə bilərlər ki, mənim misal üçün falan şirkətdə işlədiyim zaman rəhbərim falan şəxsi olub. İndi həmin şəxs düşünür ki, özü məqalə yazır və ya bir video çəkir, deyir ki, mənim misal üçün çox yaxşı bir rəhbərim vardı, adı falan. O artıq onu eləyir, PR-ın özəllik keçirə bilər. Tamam. Bir də burada çox tanınmaqdan daha çox, məncə düzgün insanların tanınması, şəbəkələşmə deyir sizə. Sənin ətrafın çox geniş ola bilər, amma onlardan sən işsiz qalanda heç bir köməyi sənə dəyməyə də bilər. Ya münasibətləri necəsə düzgün ola bilər ki, yəni çünki tanımaqla münasibətin olması o fərqlidir də. Məsələn, falan kəs tanıyıram başqa, falan kəslə münasibətimiz var, o başqa. Burada münasibətləri də necəsə düz qurmaq lazımdır. Düzgün insanlar olmalıdır ki, çevrədə sən çox işsiz qalmayasan. Tamamilə doğru. Yəni şəbəkələşmə deyəndə mən sizin qəsdim o idi ki, sizin çox zaman belə bir ifadə var ki, siz misal 5 nəfərin, çox ünsiyyətli 5 nəfərin ortalamasısınız. Yəni həmin şəxs əgər bazarda, əmək bazarında və ya şirkətlərdə sözü keçən, savadlı tanınan şəxslərdirsə və siz iş imkanları təmin edə bilən şəxslərdirsə, o təbii ki, onların ünsiyyətli olma önəmlidir. Yoxsa dediyiniz kimi 1000 nəfər, 500 nəfər şəxs ola bilər ki, məni tanıyır, yəni X şəxsi tanıyır, amma həmin şəxsdə mənim iş imkanlarıma bir təsir olmayacaq. Ona görə də bir çox xarici ölkələrdə belə, məsəl üçün xarici universitetlərin məzunları olsun da, düzdür. Həmin şəxslər yaxşı bir şəbəkələr formalaşdırırlar, məsələn Harvard Universiteti olsa, digər universitetlərdə. Onlar hər bir şəxs başqa şirkətlərə gedib işlədiyi zaman, hətta başqa ölkəyə getdiyi zaman onların şəbəkələşməsi başqa olur. Bir-birinə töhfə verməsi daha yuxarı olur.
olur. Eyni qayda sizin qurtardığınız universitet, sizin əvvəl işlədiyiniz şirkət hansı şirkət olub, oradakı hansı ekspertlə işləmisiniz, onlar belə böyük təsiri var. Bizdə də. Azərbaycanda eyni qayda. Yox, universitetlərin iş tapmaqda təsiri var. Yox, onu demirəm. Yəni universitetdə məsəl üçün mən elə bir şəxslərlə misal verirəm. Mən universitet təhsilində elə şəxslərlə bitirmişəm ki, adamlar bir Fransada hazır işləyir misal üçün. Yəni məzun olan şəxslərin özlərinin yüksək vəzifələr tutmağı gələcəkdə sizin də yuxarı vəzifəyə qaldıra bilər. Yəni qrup yoldaşlarla yaxşı münasibətlər. Qrup yoldaşı, bəli, və universitet yoldaşı, o belə böyük təsiri var yəni. Aydındır. Bir də yaxşı iş tapmağın mən belə bir fikir eşitmişdim ki, bu yaxınlarda əslində iş axtarmaq özü də bir işdir də. Sən buna da bir layihə kimi baxmalısan. Buna xüsusi saatlar hətta ayırmaq lazımdır. Gündə 2-3 saat bununla məşğul olacağam. Bütün gün özünü ora yükləməməlisən çünki səndə tükənmişliyə gətirib çıxaracaq. Psixoloji tərəfləri, yəni daha vacibdir ki, çünki ola bilər ki, sən doğrudan çox yaxşı mütəxəssissən, sadəcə alınmır da. İndi yəni bu ərəfədə niyəsə iş tapa bilmirsən. Və həmin ərəfədə əsas odur ki, psixoloji olaraq da çox güclü olasan ki, davam edə biləsən, bu davamlılığı gətirəsən. Bunun üçün məsələn siz HR-lar nə tövsiyə edirsiniz? Psixoloji olaraq o yoxlar gələndə və o axtarma uzun müddət heç yandan səs çıxmayanda necə hazırlaşmaq olar sizcə? Ümumiyyətlə çox gözəl vurguladınız. İş axtarma özü bir işdir. Çünki onun üçün bir əmək sərf olunur. Mən qeyd edərdim ki, önəmli olan effektiv şəkildə iş axtarmaqdır. Yəni ola bilsin siz işsizsiniz, hər hansı vakansiya elanı paylaşılıb, amma siz vakansiya elanını CV göndərmisiniz, gec göndərmisiniz. Siz nəzərə almalısınız ki, insan öz əməkdaşı ola bilsin ki, ona gələn misal üçün 100 CV-nin hamısını shortlist eləyə bilməyə bilər. Ələnmək məsələ baxımından çətin ola bilər. Çünki şirkətin xüsusi bir proqram təminatı yoxdur ki, onu eləsin. Bu baxımdan da önəmli məqam nədən ibarətdir? Bu ola bilər məsəl üçün CV göndərdikdən sonra deyə bilərsiniz ki, güman ki sizə zəng edib deyə bilərsiniz ki, sizə kifayət qədər güman ki CV gəlib bununla bağlı olaraq. Amma mən filan şəxsəm dəqiqləşmək istəyirəm ki, CV sizə çatıbmı? Bu özü bir diqqətdir. Və ya həmin şəxslər avtomatik LinkedIn-dən birbaşa həmin elanı paylaşan şəxsi yaza bilər ki, bəs mən sizin vakansiyanı gördüm, burada paylaşmaq istədim. Çünki bir çox şeylər istənilən halda münasibətlərdir. Yəni hər bir insanın xoş münasibət göstərdikdən sonra həmin namizədin CV-sinə baxmağa dariyə olacaq və burada bir dediyiniz o tükənmişlik, burnout olmalı deyil, yəni tükənmişlik halı olmalı deyil ki, mən müraciət edeyim, məni çağırmırlar. Araşdırmalıdır ki, onun elədiyi səhv nədir? Ya gec müraciət edir, və ya diqqət cəlb eləyə bilmir, olsun CV-sində mənim məlumatlar tam doğru əks olunmayıb. Yəni misal üçün belə hallar olur ki, namizəd də CV ilə müraciət edir, baxırsınız ki, işlədiyi dövrləri yazmır. Yəni yazıb ki, falan şirkətdə işləmişəm, amma hansı tarixdə, hansı tarixdə görsənmir. Yəni önəmlidir sizin üçün. Təbii ki, istənilən halda biz namizəd barədə ilkin təəssürat nə formalaşdırır? Onun CV-sinin kamil olması, yəni kifayət qədər yaxşı təqdim olunması, ziddiyyətli olmaması, yəni onun art detallara diqqəti belə fərqli fondlarda olmaması və s. Mən bunu deyərdim. Həmin şəxs başqa nə edə bilər? Yenə deyirəm, istənilən halda birinci dərəcəli məsələ əlaqədir. Yəni sizin haqqınızda kiminsə etibar edəcək bir şəxsdən işə axtarana, işə götürənə və ya HR-a məlumatın verilməsidir. Bu çox önəmli məqamlardır və bu hallar çox olur. Başqa nə hal ola bilər? Əgər siz hansı bir kursu bitirmisinizsə və s. siz deyə bilərsiniz ki, həmin təlim bitirmisinizsə, deyə bilərsiniz ki, onları məsəl üçün mən sizin məlumatlarınızı CV-də qeyd edin və ya siz hər hansı bir vakansiya olduğu zaman məni dəyərləndirsə mən məmnun olaram misal üçün. İstənilən halda həmin şəxs demotivasiya olmalı deyil ki, mən falan qədər şirkətə CV göndərim, mənə çağırmırlar. Araşdırmalıdır ki, elədiyi səhv nədən ibarət və necə eləyə bilər ki, daha çox diqqət cəlb eləsin və ən azı müsahibəyə dəvət olunsun. Necə vakansiyalar görəndə ora CV atmaq lazım deyil? Əgər iş elanlarında əgər məlumatlar çox qeyri-müəyyəndirsə, belə deyək, yəni təbii ki, namizəd həmin şirkətə məsələn e-mail, Gmail yazıb com, yəni korporativ e-maillər qeyd olunmayıbsa, avtomatik həmin vakansiyaya müraciət etmək mənasızdır və ya bəlkə balaca biznesdir. Yəni əgər bizdəki baxar artıq namizədə də, yəni namizəd ola bilsin ki, daha korporativ şirkətdə işləmək istəyir, yaxşı şirkətdə işləmək, yaxşı təcrübə əldə etmək istəyir. Deyək ki, misal üçün bu halları təbii ki, o istəyir ki, hamı istəyir ki, normal şirkətdə işləsin, ən azından belə deyək də sıfırdan qurulan bir şirkətdə işləməsin. Təbii elə şəxslər də var ki, fərqli hallar olur. İkinci məqam nə ola bilər? Həmin şirkət ümumiyyətlə Orxan, indi siz belə deyirsiniz, bəs yeni qurulan bizneslər kimlərlə əməkdaşlıq eləsin? Yaxşı sualdır. Yeni qurulan bizneslər heç olmasa ən azı özünü yaxşı təqdim etməlidirlər ki, mən yeni qurulmuşamsa, xüsusən indiki nəsli nəzərə almaq lazımdır ki, yəni məsəl biz deyək ki,
80-90-cı ilin nəslinə aiddir deyək. İndiki gənclər ümumiyyətlə baxır, hər şeyə baxır. Bunun saytı var yoxsa yoxdur, bunun e-maili var yoxsa yoxdur. Burada misal üçün mənim üçün bunun paylaşımlarında hər hansı Facebookda paylaşım nə hansı şəkildədir. Həmin şəxslər istənilən halda dinamik şəxslər olduğuna görə o cür şirkətlərə çox nadir müraciət edir. Hansı halda ola bilər? Əmin deyil biliklərinə, bacarıqlarına, deyir ki, hardasa başlayım və o halda müraciət edir. Yəni kifayət qədər dəyişiklik var. Bizim dövrdə hər hansı bir vakansiya nadir olardı. Şirkət sayı az idi, vakansiya sayı az idi. Biz hər şey eləməyə razı idik. Həmin şirkətə qəbul olurduq, başqa işlər də görürdük. İndiki dövr üçün deyirəm ki, şəxslər elə deyillər. Onlar konkret olaraq baxırlar ki, mənim vəzifə təlimatımda və ya iş elanında falan məlumatlar yazılmışsa, mən bunu görmək istəyirəm. Çox hallarda budur. Yəni deyirəm, burada fəhlə sinifini ayıra bilərik, amma daha çox mütəxəssis heyətində o şəkildədir. Startap, kim ki startapla məşğul olmağı sevirsə, layihələrlə məşğul olmağı sevirsə, universitet vaxtında bunu işləyibsə, təbii ki, onun üçün maraqlıdır ki, startap layihələrinə cəlb olunsun, orada çox şey öyrənsin, amma həqiqətən də öyrənəcəksən. Çünki elə startap layihələri var ki, ümumiyyətlə həmin şəxs orada istismar oluna bilər və ciddi bir fayda əldə etməyə bilər və hətta onun illəri gedə bilər. Mən ümumiyyətlə çox hallarda deyərdim ki, indi bəlkə də eyni fikirdə olmaya bilərik dinləyicilərlə də. Yəni çox startaplara fokuslaşmaq insana peşəkarlaşmağa mane ola bilər. IT sahəsində ola bilər, uğurlu ola bilər, amma digər sahələrdə Xahiş edirəm bir startapçını oradan efirə qoşun, müzakirə edək. Mən düşünürəm ki, bu hədər olmaq, korporativdə də hədər olmaq olar. Onu startap və korporativ kimi bölmək düzgün deyil. Mən belə vurulam. Baxın, elə şəxslər var ki, müəyyən bir layihələrdə işləyir, startap layihələrində işləyir, təzə layihədə işləyir. Həmin şəxs çox zaman çox bilik əldə eləmir. Yəni korporativ mühit görmür. Necə davranmaq lazım bilmir. Sonra həmin şəxs o şirkətlərdə çox qalmır. Yəni startap şirkətlərin əksəriyyəti uzun ömürlü olmur. Bunu biz qəbul eləyək. Və çox zaman da insanüstü əməkdaşları startaplarda işləyən şəxsləri belə deyək, çox ciddi qəbul eləmir. Mən sadəcə bunu reallıq olaraq demək istəyirəm. Yəni həmin şəxslər o şirkətlərində düşünür ki, bu adam korporativ mədəniyyət görmür. Yəni startap şirkətlərinin çox necə olur? Əgər anladığımızsa, yəni mühit daha sərbəstdir, müəyyən bir daha çox dinamikdir və həmin şəxs tez-tez buradan ora gedirsə, həmin şəxslər çox zaman ona rəhbərlik edilməsini də istəmir. Adam deyir ki, mən orada sərbəst idim, mənim özümə ağa idim, uzaq iş tapşırdılar, sərbəst şəkildə işləyirdim, uzaq nəticələri ortaya qoyurdum. Yəni mən istənilən halda hətta startap layihələrində bilirəm ki, elə şəxslər olub ki, kifayət qədər ödəniş alıb, yuxarı məbləğ alıb. Sonra bu reallı olmayıb. Yəni əmək bazarına görə həmin əmək haqqı realdır. Sadəcə müvəqqəti bir layihə olub. Ondan sonra da olub həmin şəxs işdən çıxandan sonra o əmək haqqını istəyib. Yəni çox hallarda, yəni %100 demərəm, %90% hallarda deyərdim ki, baxaq startap layihələrə, yəni deyirəm. Adam misal üçün ola bilsin ki, IT sahəsində bitirib, proqramistdir və s. deyir ki, həmin şəxs kiçik, nə bilim, ola bilsin ki, front-endçidir misal üçün və ya back-endçidir və s. deyək, və ya testerdir deyək. Həmin şəxs maraqlıdır ki, həmin layihəyə getsin, çox şey öyrənsin. O spesifikdir. Amma yəni digər istiqamətlərdə, startap layihələrində həmin sahədə əgər şirkət olmayacaqsa, yəni o artıq vaxtını itirmiş olacaq və ona uyğunlaşmaq da yaxşı hal deyil. Çünki o mühiti istəyəcək, o mühit də Azərbaycanda çox olmayacaq. Məncə indi siz öz arzularınızla ölçürsüz. Məsələn, sizə görə nə doğrudursa, ola bilər ki, hər kəs yəni elə 6-9 işləmək istəmir, korporativin sərt qaydalarını istəmir. Onlara yəqin ki, o yaradıcı mühit, bir anda çoxlu pul qazanmaq, sonra risk yaşamaq və s. bəlkə kiməsə bu xoşdur. Mən deyirəm ki, yəni 90% hallarda bu uğursuzluqla nəticələnir, onu demək istəyirəm. Təbii ki, mən özüm də misal üçün. Yəni uğursuzluq nə olur? İşsiz qalır sonra? Həmin şəxs yəni belə deyək, həmin şəxs işsiz qala bilər bir. Çünki startap şirkətlərinin çox deyil. İkinci məqam ondan ibarətdir ki, həmin şəxs düşünür ki, çox şey bilir, amma çox şey bilməyə bilər, onu demotivasiya edə bilər bu hal, iş tapma imkanları da çətinləşə bilər. Yəni mən 90% hallarda bunu yəni görmüşəm. Yəni həmin şəxslər yəni mənim bu layihələrdə startapda iştirak ediblər, yer alıblar və baxıblar ki, yox, bunların bilikləri misal üçün digər şirkət tərəfindən üstün qarşılanmır və ya o mühitdə şirkətlərin sayı az olduğuna görə dediyiniz kimi, yəni deyilsə bəzi şəxs var ki, sərbəst mühit istəyir və s. flex time, sərbəst qrafik olsun. Belə şirkətlərin sayı çox olmadığına görə həmin şəxs özünü əmək bazarında reallaşdıra bilmir. Çünki korporativ mədəniyyət başqa olur, onun gözlədiyi mədəniyyət başqa olur. Bəs yenilik edən insanlar, yenilik etmək istəyənlər, sahibkar ruhlu insanlar, nəsə yaratmaq istəyənlər, onlar da olmalıdır. Mütləq olmalı, təbii ki. Amma bir şəxs düşünürəm ki, müəyyən qədər bir şirkətdə, mənim fikrimdir, yəni müəyyən bir şirkətdə kifayət qədər təcrübə yığmadan sahibkarlarla məşğul olması, təbii ki, bu təsərrüfat falan deyil, sahəsi, kənd təsərrüfatı sahəsi deyilsə, həmin şəxslər o işlə məşğul olmağı biraz real olmur. Niyə görə deyimsə,
həmin şəxsin rəhbərlik keyfiyyətləri formalaşmadığına görə sonra komanda idarə edə bilmir. Mən hətta ad çəkmək istəmirəm. Azərbaycanda məsəl üçün müəyyən bir logistika sahəsi, müəyyən bir şirkət real olaraq hətta konsultasiya xidməti verdiyim zaman xatırlayıram ki, o vaxtda təxminən 2016-2020-ci illərdə əmək bazarında çox belə tanınan şirkət idi. Amma məsələn rəhbərinin nə təhsil baxımından uyğunluğu var idi, amma adam yaxşı IT əməkdaşı idi və həmin şəxs komanda idarə edə bilmirdi. Axırda müəssisəni də iflasa uğratdı. Çox əsəbi idi, gərgin idi, yəni rəhbərlik keyfiyyətləri yox idi. Demək istəyirəm məqam odur ki, istəyən halda sahibkar kimi formalaşmaq istəyirsə və mənim bir Bəli, komanda... korporativdə heç belə insanlar olmur. Hamı çox sakit, güləriz, çox mehriban idarə edirlər. Yox, baxımdan demək. Demək istəyirəm ki, Tamamilə. o rəhbərlik keyfiyyətini formalaşdıra bilməsi üçün gərək olmasa bir mütəxəssis kimin tabeçində işləsin, formalaşsın. Təbii ki, hamı yəni 5 barmağın 5-də 1 deyil və vurladığınız kimi müəssisədə rəhbər şəxslər var kimi rəhbərlik keyfiyyətləri yoxdur, təbii ki. Orxan, mövzunu yekunlaşdırmaq üçün sonda uzun müddətli iş axtaranlara nə tövsiyə edirsiniz? Amma real tövsiyələrdə, məsələn, nəyi özünüzdə dəyişin, hansı konkret suala cavab tapın və ya nə bilim kiminlə əlaqə saxlayın ki, iş tapa biləsiniz. Mən belə qeyd edərdim. Təbii ki, sahədən sahəyə dəyişə bilər, amma birinci çalışsınlar ki, özlərini tanıtıra bilsinlər. Yəni onlar öz sahəsində tanınsınlar. Ola bilsin ki, universitet təzə bitirib, amma öz sahəsində ilk addımlar atırlarsa, bu sosial şəbəkələrdə, LinkedIn-də və digər şəbəkələrdə özləri aktiv şəkildə nümayiş etdirə bilsinlər. Bu birinci məqamlardır. İkinci məqamlar hansı sahədə işləmək istəyirlərsə, o sahədə olan əməkdaşlarla, yəni ekspertlərlə görüşsünlər. Xahiş eləsinlər ki, heç olmasa mənə bir vaxt ayır, mənə bir mentorluq elə, mənə bir coaching elə, mənə istiqamət ver ki, mən bu sahəyə yönəlmək istəyirəm, nə etməyim lazımdır. Bu ikinci məqam. Üçüncü məqam deyərdim ki, mənə bir kurs təlimlərə getsinlər və hər hansı beynəlxalq məsələn platformalar var da, Udemy var, Coursera və s. Oradan müəyyən bir deyək ki, təlim alsınlar onlayn şəkildə, o sertifikatlarını əldə eləsinlər. Və dördüncü məqam da deyərdim ki, Azərbaycan reallığı budur ki, çox zaman artıq insan inkişaf etmək istəyirsə, adaptasiya olmaq istəyirsə, onun dil bilikləri önəmli olur. Ona görə də indiki dövrdə düşünürəm ki, insan inkişaf etmək istəyir, müəyyən bir dil biliklərini də formalaşdırmalıdır. Aydındır. Təşəkkür edirəm gəldiyinizə görə. Bugün biz iş axtarmağın düzgün üsulları haqqında qısaca danışdıq. Həm söhbətimiz isə insan resursları və strateji idarə etmə üzrə ekspert Orxan İsayev oldu. Əgər müsahibəmizi əvvəldən dinləmə imkanınız olmadısa, onda təklif edirəm ki, bugün axşam saat 8-də bugünkü efirin təkrarını bir daha dinləyəsiniz. Amma hələlik sağollaşmırıq, növbəti saatda da qayıdacağıq və orada da yaxşı müzakirələrimiz davam edəcək. İctimai Radio 90